Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bildiyimiz kimi artıq 9-cu siniflər 1-ci zonanın imtahanını verdi. Bu bizim uşaqlar üçün uşaqlara işlətdiyimiz növbəti sınavlardan biridir. Halbuki diqqətlə baxsaz görərsiniz ki, buradakı suallardan bəziləri imtahana düşüb. İndi sizinlə də paylaşıram və ardıcıl olaraq növbəti imtahanlara qədər də sınavlarımız davam edəcək. Həmçinin burada paylaşmadığımız sınavlar da var, sınavlar qrupumuzda. Hər il ödənişli olurdu, indi normalda ödənişlidir, indi ödənişsizdir. Sadəcə kanala abunə olmaq lazımdır, skrin eləyib bu nömrəyə göndərmək lazımdır, qrupa əlavə olunacaqsınız. Deməli, uşaqlar imtahanlar bitəndən sonra qrupda olan uşaqlar arasından da müəyyən uşaqlar seçiləcək. Sadəcə onu qrupa qoşulan uşaqlar biləcəklər. Başlayaq indi. İfadəni deyək ki, qiymətini tap. Çox sadə sualdır. Zaten imtahan da çətin olmamışdı. Səhv sualı nəzərə almasaq. Vurulsun 2-də 5. 5-lər gedər. 8-i 2-yə böldük 4. Y bəndi. Ədədin 20-də 17 hissəsi ədədin neçə faizidir? Belə bir sual da var idi imtahanda. Xatırlayırsınızsa, onluq kəsinə verilmişdi. 100-ə vururuq. Bundan bu gedir 5 qalır. 5 17-yə vursam 85%, yəni B bəndi. 3. Aşağıdakı ədədlərdən hansı həm 2-yə, həm də 3-ə bölünür? 2-yə və 3-ə bölünməsi üçün 2-yə bölünmür, ona görə bunu silirəm. 2-yə bölünməsi üçün sonu cütlə bitməlidir. Hamısının sonu cütlə bitir. D xaric. 3-ə bölünməsi üçün də rəqəmləri cəmi 3-ə bölünməlidir. İndi baxaq, bu 10 eləyir, bu da 7. 17 olmaz. 7, 8, 15 eləyir. Bax budur. Cavab B bəndidir. Digərlərinə baxmıram heç. 4-cü. A və B çoxluqları üçün NA 8-dir, NB də 7-dir. Birləşməsinin ala biləcəyi ən böyük qiymət. Ən böyük qiymət deyirsə, heç Venn diaqramı çəkmərəm. Tamam fərqli 2-dən çoxluq kimi düşünərəm. Orta heç bir elementi yoxdur. Ona görə də ikisinin cəmi ən çox 15 ola bilər. D bəndi. İlk 10 natural ədəd içərisindən seçilmiş ədədin sadə ədəd olması ehtimalı. İlk 10 ədədsə məxrəc 10-dur. Sadə ədəd 1-dir, 2-dir, 3-dür. Daha doğrusu sadə deyirsə 1 deyil, 2-dir, 3-dür, 5-dir və 7-dir. 10 dənədən 4-dür. 2-yə də ixtisar eləsək 5 dənədən 2. B bəndi. 6. Məftilin əvvəlcə 50%-ni, sonra qalan məftilin 80%-ni işlətdilər. 30 metr məftil qaldı. Əvvəlcə nə qədər məftil var idi? Baxın, məftilin 50%-ni işlədiblər, 50%-i qalıb. Bu 50%-ində 80%-ni işlədiblər. 50-nin 80-ə vuraram, 100-ə bölərəm, 40 eləyir. Bunun 40%-i getdi, qaldı 10%. Və bizə deyir ki, 10% 30 metrdir. Onda 100% 300 metr olacaq 10 qatı. D bəndi. Tənliyin kökləri asılı. Kvadrata yüksəldəndə fikir verin, kök 2-yə aiddir, x-a yox. Olacaq 2x kvadrat bərabərdir 4-ə. X kvadrat bərabərdir 2-yə. Buradan da alınır ki, x bərabərdir plus minus kök altında 2. Kök altında 2 ilə mənfi kök altında 2-ni daha silib, mənfi 2 eləyəcək Y bəndi. 8. 2 oyuncağın qiyməti 35 manatdır. Oyuncaqlardan biri digərindən 4 dəfə baha olarsa, bahalı oyuncağın qiyməti neçə manatdır? Birinci oyuncaq, bir də ikinci oyuncaq. Biri x manatdır, digəri 4x manatdır. Çünki 4 dəfə bahadır. Və ikisi birlikdə 35 manatdırsa, bu ikisinin cəmi 35 manat olmalıdır. 5x 35-dir, x də olacaq 7. Onda biri 7-dir, digəri 28. Bizdən isə böyük, daha doğrusu bahalı oyuncağın qiymətini soruşurlar, Y bəndi. 9. A parametrinin hansı qiymətində tənliklər sisteminin sonsuz sayda həlli var? Sonsuz sayda həll bütün nisbətlərin bərabər olduğudur. O zaman yazarım, mənfi 2 böl mənfi 10 bərabərdir 5 böl A. Mənfilər gedər, çarpaz vuraram, 2A bərabərdir 50-yə. A da bərabər olacaq 25-ə, yəni B bəndi. 10-cu sual. A bərabərdir 4 olarsa, ifadəsinin qiymətini tap. Gətirib yazarım yerinə 2 vur 4, üstə gəl, 2 vurulsun, 4 çıx 4. 4 çıx 4 0 eləyir, bu gedir. 2-ni də 4-ə vurdum, 8 elədi, yəni C bəndi. 11. Eni uzunluğundan 5 dəfə kiçik olan düzbucağının perimetri 240-dırsa, uzunluğunu tap. En uzunluğundan 5 dəfə kiçikdir. Bu o deməkdir ki, n-ə x yazsam, uzunluğu 5x olmalıdır. Perimetrdə belə tapılır. 2 vurulsun, x üzərinə gəl, 5x bərabərdir 240.
12x 240 olarsa x olacaq deməli 20. X 20-dirsə 5-i vuraram 20-yə, uzunluğu 100 olur. Eni isə 20. Bitti. Uzunluğunu soruşurdu 100. Düzbucaqlı paralelipipedin bir dənə paralelipiped seçirik. Sürətli çəkirəm uşaqlar, çox da önəmli deyil çünki şəklin düzgünlüyü. Oturacağın tərəfləri 5 və 9-dur. Həcmi isə 315-dir. Hündürlüyün tap. Heç şəklə ehtiyac yoxdur. 5 vur 9 vur hündürlüyü h olsun bərabərdir 315-ə. 45h bərabərdir 315. Buradan h bərabərdir, deməli 315 böl 45. Bunu görək bölə bilirikmi? 5-ə bölsəm aşağıda 9 qalır. Yuxarını 5-ə böləndə qalacaq 63. Bu da eləyir 7, yəni A bəndi. 13. Baxın uşaqlar, bunu deyirdim. Görürsünüz, imtahana düşmüş sualdır. Eynisidir. Deməli, AB 5-dir, A vurulsun B 75-dir. A plus B də ifadənin qiymətini soruşur. Buradan A'ya deyərsən 5 dənə M, B'yə deyərsən 5 dənə N, vuranda 25M vur 25N bərabərdir 75. 25 yox, daha doğrusu 5M vur 5N. Bu da 25 dənə MN eləyir. Bu 75-i verəcək bizə. MN də olacaq 3. MN 3-dürsə, hansı ədədlərin hasili 3-dür? 1 və 3-ün. M-ə 1 deyərəm, N-ə 3. 5 olacaq, bu da 15. Yerini dəyişə bilərsən təbii ki. M-ə 3, N-ə də 1 deyə bilərsən. Nəticədə 15 ilə 5 alınacaq. Cəmi isə ikisində də 20 eləyir. 14. 10 mərkəzli çevrədə AOC 124 dərəcədir. Şəklə biraz uyğun deyil. AOB bucağını tapın. Bu toplam 180 olduğu üçün 180-dən 124 çıxaram. Qalacaq 56. Deməli, burada olar 56 dərəcə. A bəndi. Cavab A'dır. İndi şəkil olaraq uşaqlar bu iti bucaqdır da, amma biraz böyük görsənmə olardı və yaxud da yer dəyişikliyi ola bilərdi. 15. Sahəsi 100 olan, diaqonalların nisbəti 2-3 olan rombun tərəfini tapın. Diaqonalların nisbəti 2-3-dürsə, deyərəm 2K, D2-yə deyərəm 3K. Sonra sahə düsturuna əsasən D1, D2 böl 2 bərabərdir 108. 2K vurulsun 3K bərabərdir 216. 6K kvadrat bərabərdir 216. K kvadrat bərabərdir 36. Buradan da K tapılır 6. Bu olacaq 12, bu olacaq 18. İndi diaqonal rombun çəkirəm, diqqətlə baxın. Uşaqlar, rombun diaqonalları 12 və 18-dirsə, yarıya bölünür, perpendikulyar olur. Bura olur 6, bura olur 8. 6 8-dirsə tərəf olacaq 10. Tərəf oldu 10. Cavabda 10 yoxdur, amma bir də baxa görək nəyə səhv eləmişikmi? Rombun sahə düsturu D1, D2 böl 2-dir. D1, D2 böl 2. 2K vur 3K, 6K kvadrat bərabərdir 216. Yox, səhv eləməmişik. K 6 olur. 2-nin 6-ya 12, 3 6-ya 18. 2-nin 6-ya 12, 3 6-ya 18. Hə, uşaqlar, bu 6-dır, bu 9-dur. 18-i 2-yə bölüb 8 yazmışıq niyəsə. Hə, o zaman bura x deyərəm, Pifaqor teoremini tətbiq eləyərəm. Necə səhv elədik? Olacaq 6-nın kvadratı üstə qalır 9-un kvadratı bərabərdir x kvadrat. 36 plus 81 bərabərdir x kvadrat. X kvadrat bərabərdir 36 ilə 81 117. X də bərabərdir kök altında 117. Az qalsın səhv eləyirdik. Y bəndi. 16. ABCD trapesiyasında ACD bərabərdir ABC-yə. Digər bucağımız da budur, beta, bu da beta. 3 dənə bucaq bərabər olmalı olduğu üçün burada olur fi. AD 15-dir, BC 10-dur, burada x-dir. Ümumiyyətlə, uşaqlar, bu sual imtahana düşmüşdü, xatırlayırsınızsa, imtahandakı sual səhv idi sadəcə. Qayda olaraq yadınızda saxlayın. Əgər diaqonal 2 dənə oxşar 3 bucaq yaradırsa, diaqonalın kvadratı oturacaqların hasilidir. Bu hər zaman belədir. Amma biz tutaq ki, bilmirik, nisbətlə yazaq. Fi'nin qarşısındakı 10-un
Fi'nin qarşısındakı x-a nisbəti bərabərdir. Alfanın qarşısındakı x-in alfanın qarşısındakı 15-ə nisbəti. X kvadrat bərabərdir 150. X də bərabərdir kök altında 150. Buradan x bərabərdir kök altında 150, 6 vur 25'dir. 25 vur 6. O da 5 kök altında 6 edir. 17. Funksiyasının apsis oxunu kəsdiyi nöqtələr arasındakı məsafə. Apsis oxunu kəsmək sıfırlar deməkdir. Bərabər eləyirsən sıfıra. Mənfiyə də vururam. Hasili 8, cəmi 6. 2 və 4. 2 və 4 arasında məsafə nə qədərdir? 2-dir. Bu ifadənin qiymətini tapmaq lazımdır. Deməli, qiymətini tapmaq lazımdır. Tapaq. Bunu da kvadrata yüksəldik. Bunu kvadrata yüksəltsəm, fikir verin. Birincinin kvadratı x üstü 4 çıxılsın. Birincinin ikinci hasilinin 2 misli olur. 2-dən x kvadrat, y kvadrat. Üstə gəl, y üstü 4. Aşağıda da x kvadrat, y kvadrat bərabərdə 16. Hər şey uyğundur, bir dənə bu artıldı. Bunu tək-tək bölərəm. Baxın, buradan yazıram. X üstü 4, üstə gəl, y üstü 4, böl x kvadrat, y kvadrat. Bunu böləndə qalır mənfi 2. Bunda sağa keçirəndə olacaq 16 plus 2, yəni 18. Yəni bu ifadənin cavabı oldu 18. 18-ci sualda elə cavab oldu 18. 19. İfadənin qiymətini tap. Modulda mənfi 2-dən 2 çıxır, mənfi 3-dən 3 çıxır, çıxılsın. Mənfi 1 üstü 7, mənfi 1 eləyir. Qarşıda da mənfi var deyə olur müsbət. Vurul, müsbət. Mötəriz açıram. Mənfi 2 müsbətdir. Modulda deyə müsbət olur, olur 2 çıxılsın 2. Bu getdi, qaldı 6. 20. Bərabər yanlı ABC üçbucağının ABC, A-nı yuxarıdan yazaq. ABC üçbucağının deməli AM və CN medianları çəkilmişdir. CN medianları çəkilmişdir. AB bərabərdir BC-yə. Uşaqlar, üzr istəyirəm. AB BC-yə bərabərdirsə, gəlin üçbucağı belə çəkək. A bura olsun, B bura olsun, C bura olsun. AB, BC bunlar yan tərəfləri, bərabər olan tərəfləri yan tərəfdə yazdım ki, şəklimiz səliqəli görünsün. Bura 10-dur, bura 10. Deməli, AM medianını çəkərəm. Bu AM mediandır, bir də CN medianını çəkərəm. Bu da CN-dir. Bərabər yanlı olduğu üçün bu medianlar da bir-birinə bərabərdir. P, A, B, M. İndi uşaqlar, bu median olduğu üçün bu tərəfi yarıya böləcək. Burada 5-dir, burada 5-dir. Həmçinin burada 5-dir, burada 5-dir. Deməli, A, B, M. Perimetr 22-dir. Yəni, buradan bura qədər. Bax, bu üçbucağın perimetri 22-dir. Hətta fərqli rənglə də ayırım sizin üçün. Baxın, bunun perimetri 22-dir. Bir tərəf var 5-dir. Bir tərəf var 15-dir. Deməli, bura qaldı. AM-ə qaldı 7. AM 7-dirsə, medianlar dedik axı bərabərdir. O zaman CN də 7-dir. 21 ifadəsini vururlar ayrı. İndi qruplaşdırmalıyıq. Necə qruplaşdıracaq? Belə eləyərəm mən. 16 anam bunu. Baxın indi. Bu ifadədən yanaşı yazaram. Mənfi A kub, hətta A kvadrat B çıx A kub yazaram. Üstə gəl 16 dənə A çıx 16 dənə B yazaram. Bu ikisindən A kvadratı qarşıya çıxarsam, qalacaq B çıxa. Buradan da mənfi 16-nı qarşıya çıxardaram, qalar B çıxılsın A. Və B çıxılsın A da hər ikisində olduğu üçün B çıxılsın A-nı da qarşıya çıxardaram, qalar A kvadrat çıx 16. O da eləyir A çıx 4, A üstə gəl 4. B çıxa A çıx 4, A plus 4 hansı variantdır? Görmədim. Görmədim. O zaman belə yoxdursa B çıxılsın A kvadrat çıx 16 belə yazaram. Bunun yerini dəyişib A çıx B eləyərəm. Mənfini vuraram sağdakı mötərizəyə. Bu olar 16 çıx A kvadrat. Olacaq A çıx B 4 çıx A 4 plus A. İndi başdan baxaq. A çıx B olmalıdır. 4 çıx A 4 plus A. A çıx B 4 çıx A 4 plus A C bəndi.
22. Çox asan sual deyil uşaqlar. 12. 12-dən kiçik ən böyük ədəd neçədir? 11. Gəldi 23-ə. 2586 ədədinin 9-a bölünməsindən alınan qalıq m-dir. 2586-nı böləkdə rəqəmlərini toplayaram. 7, 7 ilə 8, 15, 15 ilə 6, 21. 21-i 9-a böləndə qalıqda 3 düşür. Deməli, m3-dür. 2376 ədədinin 10-a bölünməsindən alınan qalıq da son rəqəmdir. N-dir, o da 6-dır. Cəmi 3 plus 6-nın 5-ə bölünməsindən alınan qalıq. 9-u 5-ə bölündə qalıqda 4 qalacaq. Cavabımız oldu 4. Növbəti 24-cü sual. Açıq bucağın təpəsindən çıxan şua biri digərindən 60 dərəcə kiçik olan iki bucağa ayırır. Bir dənə açıq bucağı çəkərəm. Təpəsindən çıxan şua biri digərindən 60 dərəcə kiçik olan. Birinə x desəm, digəri x plus 6-dır. 60-dır. Qonşu bucaqlar olduğu üçün bunların cəmi 180-dir. 2x bərabərdir 120, x bərabərdir 60. 25. 4-ü mötərizənin içinə vurarıqmı, vurmarıq? 4 qalsın yerində. 4-də 5-i saxlayaram. Çıxılsın 4-də 3 vurulsun, 9-da 16-dan 3-də 4 çıxır. Bunlar bir-birini aparar. 4 vurulsun. 4-də 5-dən 1 çıxanda kök altında 4 vurulsun, kök altında 4-də 1 qalır. 4 vurulsun, 4-də 1-dən də 2-də 1 çıxır. Cavab da eləyir 2. Və salam uşaqlar, 25 sualın 25-in də izahını verdik. Ümid edirəm hesab səhv eləmədim. Elədimsə rəy bölməsində qeyd eləyin. İzahları da bəyənirsinizsə kanala abunə olub rəy yazmağı unutmayın. Sağ olun uşaqlar. Hər birinizə uğurlar.